Axşamınız xeyir olsun inşallah müəllimlər. Axşamınız xeyir müəllimə. Akşamınız xeyir olsun müəllimə. Axşamınız. Aha, deməli bu gün test müzakirəmiz olmalı idi, amma bu günləri, yəni mayın sonuna qədər ümumi 9-cu sinifi bitirək deyə test müzakirəsi təxirə salındı. Bu gün yenə sual-cavab olunacaq. 6-cı gün isə inşallah tamamlanacaq 9-cu sinif. Sonra başlayacağıq inşallah müzakirələrə. Hər gün test müzakirəsinə. Deməli, vaxt itirmədən keçək əsas məsələyə. Yəni, ümumi sual verirəm ki, teatr rəssamının iş fəaliyyəti əsasən harada həyata keçirilir? Kim cavab verəcək? Buyurun, əl qaldırın. Teatr rəssamının iş fəaliyyəti əsasən harada keçirilir? Həyata keçirilir. Sadəcə 2 müəllim. Fatimə müəllimə buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Teatr rəssamı teatr səhnəsində işini icra eləyir. Aha, bəli, tamaşanın yaratdığı səhnə məkanda həyata keçirir bu öz iş fəaliyyətini. Bəs, belə deyim, ümumiyyətlə, tamaşanın yarandığı səhnə məkanında həyata keçirilən bədii fəaliyyət necə adlanır? Ümumi sual. Tamaşanın yaratdığı səhnə məkanında həyata keçirilən bədii fəaliyyət necə adlanır? Hökümə müəllimə buyurun, zəhmət olmasa. Səhnəqrafiya adlanır. Bəli, teatr dekor sənəti və yaxud da səhnəqrafiya adlanır. Bəli, təşəkkürlər müəllimə. Deməli, ümumiyyətlə, teatr rəssamının əsas vəzifəsi nədir? Baxma, bir dənə sual yazılıb orada, bir dənə cümlə yazır ki, teatr rəssamının əsas vəzifəsi nədir? Bir var, yaratdığı hansı sahələr üzrə bilik və bacarıqlar tələb edir teatr rəssamının yaradıcılığı? O ayrı bir sualdır. Burada deyir ki, teatr rəssamının əsas vəzifəsi nədir? Buna necə bir cavab verəcəyik? Baxaq. Zəkiyə müəllimə, buyurun, zəhmət olmasa. Axşamınız xeyir. Teatral vasitələrlə dünyanın real obrazının yaradılması teatr rəssamının başlıca vəzifəsidir. Əsas vəzifəsi. Əla. Ümumi sual verirəm ki, teatr rəssamının yaradıcılığı hansı sahələr üzrə bilik və vərdişlər tələb edir? Cavab versin Asiman müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Rəngkarlıqdır, memarlıqdır, dizayndır, həmçinin onları əhatə edəyəm. Bəli, dizayn, memarlıq, rəngkarlıq, müxtəlif texnologiya və ən başlıca kompozisiya sahəsində bilik və vərdişlər tələb edir. Bəli, deməli, ümumi sual verirəm ki, teatr rəssamı hansı yaradıcı və peşə vəzifələrini yerinə yetirməyi bacarmalıdır? Əsasən nəyi bacarmalıdır? Bu da bir ayrı bir sualdır. Bu da bir cümlədir kitabdan. Deyir, teatr rəssamı hansı yaradıcı və peşə vəzifələrini yerinə yetirməyi bacarmalıdır? Kim cavab vermək istəyirsə buyursun, əl qaldırsın. Aysel Qarayeva müəllimə buyurun, zəhmət olmasa. Məmə teatr rəssamı ilk öncə olaraq onu bacarmalıdır ki, geyim və qrim yaratmağı bilməlidir. Sonra işığın harda düşəcəyini və necə təsir edəcəyini müəyyən etməlidir. Buna yanaşı, yəni ki, əsərdə baş verən hadisələrin səhnədə yəni nə cür olacağını müəyyən etməlidir. Allah müəllimə, təşəkkürlər, çox sağ olun. Ümumiyyətlə deyir ki, rəngkar rəssamdan fərqli olaraq teatr rəssamı yaradıcılığında ilk növbədə nəyi etməlidir? Rəngkardan fərqli olaraq, rəngkar rəssamdan fərqli olaraq teatr rəssamı yaradıcılığında ilk növbədə nəyi etməlidir? Aygün Məmmədova müəllimə buyurun. Müəllimə, axşamınız xeyir olsun. Xeyir. Deməli, ilk növbədə rejissorun təklif etdiyi işi ideyanı yerinə yetirməlidir, həyata keçirməlidir. Bəli, əsas rejissorun təklif etdiyi ideyaları həyata keçirməlidir. Öz kamplar bir kənara qoyub rejissorun işini yerinə yetirməlidir. Bəli, təşəkkürlər, çox sağ olun. Ümumi sual verirəm, səhnəqrafiya, teatr dekor sənəti nədir? Ümumiyyətlə, səhnəqrafiya, teatr dekor sənəti nədir? Kim cavab verəcək? Buyurun, əl qaldırın. Tərlan müəllimə, buyurun, zəhmət olmasa. Axşamınız xeyir müəllimələr. Axşamınız xeyir. Səhnəqrafiya elə teatr dekor sənətidir, yəni ki, tamaşa tərtib etmək.
Bir de orada da obraz yaratmaq, plastik obrazın yaradılmasından bəhs edən bədii fəaliyyətdir da sehnografiya. Bəli, bəli. Tamaşa tərtibatı, bir də plastik obrazın yaradılması. Əla, bəli. Bəs müəllimə, teatrda çalışan müxtəlif profilli rəssamlar hansıları idi? Bunlara nələr daxil idi? Hansı profilli rəssamlar işləyirdi teatrda? Orada quruluşçu rəssam olmalı idi, rəssam texnoloq ayrı, işıq üzrə rəssam, ondan sonra geyim üzrə rəssam. Əla. Bax, bunlar hamısı rəssamlar, Bəli, bunlar teatrda işləyən rəssam. müxtəlif profilli rəssamlar ki, teatrda çalışır. Əla. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm və bu 23-24-cü illərdə, 22-23-cü illərdə miqə düşmüş sualdır ki, Milli Teatr dekor sənətinin təməl daşlarını kimlər qoymuşdu? Şöyle müəllimə, buyurun, zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Bu Bəhruz Kəngərli idi, Əli bəy Hüseynzadə idi, bir də Əzim Əzimzadə. Əla. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, deyir ki, bugün səhnəqrafiya sahəsində çalışan və sənətdə öz sözünü demiş rəssamlar kimlərdir? Bugün səhnəqrafiya sahəsində çalışan rəssamlar. Səadət müəllimə, buyurun. İskəndərova Səadət müəllimə. Axşamınız xeyir müəllimə. Bu Nazim bəy Kişiyev və Tahir Tahiroğludur bugünkü. Təşəkkürlər müəllimə, çox sağ olun. Deyir ki, səhnədə geyimin eskizləri hansı üslubda cızılır? Səhnədə geyimin eskizləri hansı üslubda cızılır? Yəni, nə ilə eyni üslubda olmalıdır bu geyimlər? Yeganə müəllimə, buyurun, zəhmət olmasa. Sağ ol müəllimə, axşamınız. Mən elə gəlir səhnəqrafiya ilə eyni üslubda olmalıdır. Bəli, geyimlər Çox bir ki, personaldakı hə. Bəli, eyni üslubda olmalıdır. Eyni Və üslubda, bəli. müəllimə, səhnədə bir personajın geyimi hansı prinsipə əsasən nəzərə alınır, yaradılır? Aktyor üçün vahid bir geyim üslubu nəzərdə tutulmuşdur. Bəli, yəni tamaşanın bütün aktyorlar üçün eyni olmalıdır, eyni üslubda yaradılmalıdır. Bəli, təşəkkürlər müəllimə. Deməli, teatr sənətinin mahiyyəti və məğzi nədir? Yəni burada teatr sənətinin təməli kimi hesab olunur və onun mahiyyəti və məğzi nə idi? Kim cavab verəcək bizə? Aysel Qarayeva müəllimə, buyurun. Sual-cavabda az müəllim iştirak eləyir. Niyə qaldırmırsınız, yoxsa bilmirsiniz, bilmədim. 71 nəfərdən 6 nəfər. Mən sualı zəhmət olmasa yenidən təkrar edə Teatr sənətinin təməli kimi hesab olunur? Yəni, bu teatr sənətinin mahiyyəti və məğzi nədir? Məmə, teatr sənətinin məğzi nədir? Teatr sənətinin məğzi ondan ibarətdir ki, burada mən sualı tam başa düşmədim. Mən nə mənada? Deyim müəllimə mən. Bəli. Teatrın təməli aktyorlardır, amma mahiyyəti isə aktyor və öz qəhrəmanların çevrilməsidir. Bəli, yəni əgər tamaşa nədən ibarətdir bu aktyordan? Aktyor əgər öz xarakterini, hansı ki, nəyi oynayırsa ona çevrilməyi bacarmalıdır ki, bu bir tamaşa olsun ki, ona baxa bilsinlər, düzdürmü? Burada təməl, teatr sənətinin təməli nə hesab olunur? Aktyorun özü. Aktyorun da özünün, öz qəhrəmanına çevrilməsi də bunun teatrın mahiyyəti və məğzi ilə bağlıdır. Təşəkkürlər müəllimə, çox sağ olun. Deyir ki, ümumiyyətlə aktyorluq sənəti rəsmdən daha çox hansı sənətə yaxındır? Yəni aktyorluq sənəti hansı sənətə yaxındır? Təsviri sənəti hansı sənətə yaxındır? Cavab versin Çiçək müəllimə. Axşamınız xeyir, daha çox bir heykələ, plastikaya yaxındır. Bəli, heykələ bənzədilir. Təşəkkürlər müəllimə, çox sağ olun. Deyir ki, ümumiyyətlə sual verirəm ki, bir dəqiqə. Deyir, tamaşa haqqında tamaşaçıya məlumat çatdırılması üçün rəssam hansı fəaliyyətlə iştirak edir? Tamaşa haqqında tamaşaçıya məlumat çatdırılması üçün rəssam hansı fəaliyyətlə iştirak edir? Buradan bir həqiqət müəllimə cavab versin, zəhmət olmasa.
Salam müəllimə, axşamınız Axşamınız xeyir xeyir olsun. olsun. Tamaşaçıya çatdırılması olacaq bədii əsərin mövzusunda olan obrazlara qrim vasitəsilə, aktyor qrim vasitəsilə girir və o obrazı tamaşaçıya çatdırmağa cəhd göstərir. Cəhd yox, yəni göstərir. Bu da qrim vasitəsilə olur müəllimə. Qrimçi rəssam düşünüb başlayır. Bəli. Yəni müəllimə biraz yanlış anladı deyəsən sualı, ona görə. Buyurun müəllimə. Deyir ki, qısaca proqram, buklet, afişa hazırlayır. Yəni bununla da dizayner kimi Bəli, yəni davam burada edir. müəllimə nədən işinə. gedir söhbət? Yəni tamaşa olacaq, deyək ki, tamaşa Hə, hazırlanır. əvvəlindən necə tamaşaçıya yəni bu necə tamaşanın- afişa vasitəsilə, Bəli. buklet Nə vasitəsilə. vaxt olacağına dair tamaşaçını xəbərdar Bəli. etmək. Qısa məlumat lakonik formada afişa hazırlanır. Orada sadəcə tarix qoyulur və tamaşanın adı yazılır. Əla, bəli müəllimə, bunu demək istəyirdik. Bilirdim o Əla. sualı yanlış Bəli, dediyim anladım. kimi. Görürsən. Aha. Olsun, yəni yenə də davam edirik. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli bu hələ teatr plakatı və afişası sənəti hansı sahəyə aid edilir? Hansı sahəyə aid edilir? Gülnarə Həsənova müəllimə buyursun zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Axşamınız. Müəllimə deyir bu qrafik dizayn sahəsinə oxşuyur, qrafik dizayn sahəsinə aiddir. Aiddir, bəli. Ümumiyyətlə müəllimə belə bir şey deyim. Ənənəvi olaraq tamaşanın istər səhnədə, istərsə də plakatda, bütün obrazda həllinə görə məsuliyyət kimin fəaliyyət dairəsinə daxildir? Yəni quruluşçu rəssamın. Bəli. Rəssam quruluş verməlidir. Bəli, onun deməli quruluşçu rəssamın fəaliyyət dairəsinə daxildir bütün bunlar. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumiyyətlə 200 il əvvəl tamaşa salonu necə işıqlandırıldı və daha qədim dövrlərdə tamaşalar harda oynanılırdı? Kim bizə cavab verəcək bu barədə? Şahanə müəllimə, buyurun zəhmət olmasa. Şahanə müəllimə. Mən bilmədim, sualın cavabını bilmədən əldə Cavab versin bizə Leyla Abdullayeva müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. 200 il əvvəl deməli şam işığında oynayırdılar tamaşanı. Ondan da əvvəl açıq havada olurdu. Bəli. Bəli müəllimə, təşəkkürlər, çox sağ olun. Ümumi sual verirəm ki, ümumiyyətlə fotoqrafiya anlayışı hansı mənanı ifadə edir? Fotoqrafiyanın mənası nədir? Baxaq, görək. Fotoqrafiyanın mənası. Bizə cavab versin Abbasova Sədaqət müəllimə. Fotoqrafiya yazıram deməkdir. Təsvir sənətinin ən son ildə olan növlərindən biridir. Həmçində dizayn ən sondur və onun işıq ifadə vasitələri işıqdır, rəngdir, sonra digərləridir. Mənası, bəli. Bu onun ifadə vasitələri idi. İşığın köməyi də rəsm deməkdir, fotoqrafiya eyni zamanda. Bəli müəllimə. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, deyir ki, görünən əşyaların timsalında həyatdakı konkret hadisələrin canlanmasına əsaslanan yaradıcılıq növləri necə adlanır? Lamiyə müəllimə, buyurun zəhmət olmasa. Axşamınız xeyir, fotoqrafiya adlanır. Xeyr müəllimə. Aybəniz müəllimə cavab versin zəhmət olmasa. Axşamınız xeyir müəllimə, təsviri sənət adlanır. Bəli, təsviri sənət adlanır. Baxın. Konkret əşyaların, onların görünən necə deyərlər? Timsalında hadisələrin canlanmasına əsaslanan yaradıcılıq növləri. Canlandırılması, yəni onların canlandırılması, yaradıcılıq növləri təsviri sənət adlanır. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Deyir ki, ümumiyyətlə, eyni yenə də həyatdakı konkret hadisələrin, onların görünən əşyaların timsalına canlanmasına əsaslanan yaradıcılıq növlərinə hansılar daxildir? İndi dedik, hansılar daxildir? Əfsanə müəllimə buyursun zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Axşamınız. Mikrotaraflıq, rəngkarlıq, qrafika aiddir olan sahəsinə. Bəli, təşəkkürlər müəllimə. Deməli, indi bayaq da dedik, fotoqrafiya, təsviri ifadə vasitələrinə hansılar daxildir? Baxın, bunlar fərqli suallardır. İndi siz onu zaten test halında olanda görəcəksiniz variantların fərqli olması.
Fotoqrafiya anlayışı hansı mənanı ifadə edir? Bu ayrı bir sualdır. Yəni işığın köməyi ilə rəsm deməkdir. Və bir də sual var. Fotoqrafiya hansı belə deyim də təsviri ifadə vasitələri hansılardır? Yəni fotoqrafiyada təsviri ifadə vasitələrinə hansılar daxildir? Kim cavab verəcək buna? Bir dəqiqə. Davamlı eyni müəllimlər sual-cavabda iştirak eləyir. Taciyə müəllimə buyurun, söz verilməyib. Bir də. Başlamış xeyr müəllimə. Yəqin ki, işıq, rəng, format, kompozisiya, plan, bunlar deyirsiniz. Çəkilirsə. Bəli, bunlar onun ifadə vasitələridir. Bəli, necə ki, qrafikanın, rəngkarlığın, heykəltaraşlığın, memarlığın ifadə vasitələri olduğu kimi fotoqrafiyanın da ifadə vasitəsi bunlardır. Bəli, təşəkkürlər müəllimə. Ümumiyyətlə fotoqrafiya bilirik ki, hansı sahənin daxilində inkişaf edir Taciyə müəllimə? Fotoqrafiya hansı sahənin daxilində inkişaf edirdi? Deyim mən. Bəli. Birincisi, təsvir sənətin daxilində. Bəli, təsvirin sənətin daxilində inkişaf edirdi. Ümumiyyətlə sual verirəm ki, rəngkarlıq və fotoqrafiya hansı xüsusiyyətlərinə görə vizual incəsənətin formaları hesab olunur? Ümumi sual verirəm. Rəngkarlıq və fotoqrafiya hansı xüsusiyyətlərinə görə vizual incəsənətin formaları hesab olunur? Cavab versin bizə. Təzəgül müəllimə cavab versin bizə. Təzəgül müəllimə. Salam müəllimə. Buyurun, salam. Obraz və vizual rəmzlər yaratmalı olan vizual incəsənət. görə. Bəli, yəni ikisi də demək olar ki, eyni funksiyanı yerinə yetirir. Deməli, görünən oxşarlıq, obraza bənzətmə və gerçəklik hansı incəsənət növlərinin xarakteri cəhətidir? Cavab versin bizə. Çiçək müəllimə, buyurun. Deməli, o fotoqrafiya və rəngkarlığın Xarakteri cəhətidir. Bəli. xarakteri. Bəli, bəs müəllimə, bədii fotoqrafiya nəyə əsaslanır? Bədii fotoqrafiya nəyə əsaslanır? Konkret hadisələrin şəklinə əsaslanır. Bəli, sənədli təmələ konkret hadisələrin şəklinə əsaslanır. Sənədli təməl buna niyə görə deyilir? Çünki fakt. Fakt özü sənəd təməl. Bəli. Deməli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, fotoqrafiyanın sahəsində nəyi izləmək mümkündür? Hələ yenə də bu sualdan doğan bir yeni sualdır. Fotoqrafiyanın sayəsində nəyi izləmək mümkündür? Qarayeva Aysel müəllimə buyursun, zəhmət olmasa. Mənə tarixin deməli inkişafı və təşəkkül yolunu izləmək olar. Bəli, bununla tarixin təşəkkülünü, yəni formalaşması, inkişaf yolunu izləmək mümkündür. Deməli, fotoqrafiyanın rəngkarlığa təsiri nə vaxt hiss edilməyə başladı? Bax buradan məsələ odur ki, fotoqrafiyanın bilirik ki, ixtirasının nəticəsində nə baş verdi? Hansı üslub yarandı və bu üslub artıq digər üslubların da yaranmasına, yeni üfüqlərin, yeni konsepsiya və cərəyanların yaranmasına təkan vermişdi. Və burada deyir ki, fotoqrafiyanın rəngkarlığa təsiri nə vaxt hiss edilməyə başladı? Səid, yəni Solmaz müəllimə buyursun, zəhmət olmasa. Fotoqrafiyanı deyirsiniz də 19-cu əsrin, onu deyirdi, səhv eləmirəm, uşağın səsindən tam şey eləyir. 19-cu əsrin ikinci yarısında hiss edilmiş, başlamışdı. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, rəssamların əksəriyyəti, səsi bağlayaq zəhmət olmasa. Rəssamların əksəriyyəti təsvirin kətanda əksini almaq üçün hansı qurğudan istifadə edirdi? Rəssamların əksəriyyəti təsvirin kətanda əksini almaq üçün hansı qurğudan istifadə edirdi? Ümumi sual verirəm. Bəli, opuskra kamerası idi müəllimə. Ümumi sual verirdim. Təşəkkür. Nasıl olmadı bir? Aha. Deməli, niyə inirdilər? Ümumiyyətlə, opuskra kamerası hansı mənanı bildirir? Mənası nə idi? Bir də təkrar edirəm. Opuskra kamerasının deməli, mənası nə idi? Baxaq görə, yeni müəllim var mı? Elgiz Mehdiyev.
Yaxşı. Qaranlıq otaq demək idi, müəllim. Bəli, qaranlıq otaq deməkdir və bundan niyə istifadə edirdilər rəssamlar, müəllimə? O elə bil ki, müəllim, orada dəlikdən işıq keçirdi. Bu da elə bir şəkil çəkmək üçün istifadə edirdilər. Burada da elə bir şəkil, elə bir əks formada daxilə əks formada təsir edirdi də, əks formada təsvir edirdi. Yəni ekranda çevrilmiş təsviri yaradırdı, əksini alırdı, bəli, Bəli, təsviri. alırdı. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, Leonardo da Vinci, Velázquez, Caravaggio və bir çox başqa rəssamlar əsərləri üzərində çalışarkən nələrdən istifadə etmişdilər? Nələrdən istifadə etmişdilər? Eldar Aliyev müəllimə, deyəsən yeni qoşulan müəllimlərdəndir. Salam müəllimə. Onlar ən çox linzalardan, güzgülərdən, bir də optik cihazlardan istifadə edirdilər. Təşəkkürlər müəllimə. Sizin adınız nə oldu? Həmayıl. Hə, bugün qoşulmuşdu siz, bəli. Həmayıl müəllimə. Öz adınızdan girsəydiniz daha yaxşı olardı, amma olsun indi. Yəqin ki, bir yaxınınızın adıdır. Deməli, ümumi sual verirəm ki, fotoqrafiyaya yeni incəsənət növü kimi ilk dəfə nə vaxt yer ayrıldı və növbəti sualı sonra deyim. Hələ fotoqrafiyaya yeni incəsənət növü kimi ilk dəfə nə vaxt yer ayrıldı? Bu suala cavab verin, sonra keçək. Tamara müəllimə, buyursun, zəhmət olmasa. Salam müəllimə, hər vaxtınız xeyir. Müəllimə, 1859-cu ildə Parisdə rast gəlindi. Bəli, Parisdə Ənəvi İncəsənət sərgisində ilk dəfə olaraq yer ayrılmışdı. Ayrılır, bəli. Bəs ümumi sual verirəm ki, Fransa fotoqrafiyanı rəsmi olaraq nə vaxt yeni incəsənət forması kimi tanıdı? Baxın, bu suallar düşünürəm ki, düşə bilər. Yenə də uyğunlaşdırma tipli testlərin içərisində düşə bilər, mən elə bilirəm. Nuranə müəllimə, buyursun, zəhmət olmasa. Axşamınız xeyir müəllimə. 1863-cü ildə müəllimə Fransada oldu. Yeni incəsənət tanındı. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Deyir ki, rəsmdə olduğu kimi fotoşəkildə də əsas sol kimə məxsus olur və impressionizm öz mənşurluğuna görə daha çox nəyə borcludur? Kim cavab verəcək? Bir dəqiqə. Aydə müəllimə, Xanlarova Aydə müəllimə, buyursun, zəhmət olmasa. Axşamınız xeyir müəllimə. İmpressionizm o sizin testinizdə də görmüşdüm bu günlərim. Fotoqrafiyaya bağlıdır. Və fotoqrafiya borcludur. Bəli, 25-ci ildə mix sualı idi bu. Həm rəsmdə olduğu kimi fotoşəkildə də əsas rol kimə məxsus olur? Fotoqrafiya. Əsas rol, bəli, onu fikri ifadə edən həmin o yaradıcıya. Məsəl üçün, bu günləri elə bir fotoqraflar var ki, o qədər gözəl şəkillər çəkirlər ki, yəni onun çəkilişindən, asılı olaraq durduğu yerdən, işığın hardan düşməyindən və s. əlavə nələrsə. Yəni, bu da demək olar ki, fotoqrafçı özü böyük rəssam hesab edilir burada. Yəni, o da asan iş deyil. Rəssamlıq kimi asan iş deyil. İndi bu dəqiqə hər kəs o şeyi bacarmır. Məsələn, xüsusilə bəzi şəkillər var ki, ancaq biz fotoqraflara müraciət edirik. Deməli, impressionist rəssamlar naturadan işləyərkən necə fəaliyyət göstərirdilər? Neyinirdilər? Biz 8-ə keçmişik impressionistlər barədə, yenə də 9-cu sinifdə bu hissələrdə vurğulanır yenidən onlar barədə. Deməli, impressionist rəssamlar naturadan işləyərkən necə fəaliyyət göstərirdilər? Kim bizə cavab verəcək? Yenidən silirəm, bir də əl qaldırın, zəhmət olmasa. Səyyarə müəllimə, buyursun, zəhmət olmasa. İmpressionist rəssamlar işləyərkən fotoqrafiyaya çox üstünlük verirdilər. Fotoqrafiyadan istifadə edirdilər. Rəssamlar fotoqrafiyadan istifadə edirdilər. Tam anlamadım. Xeyr, müəllimə. Yəni, impressionist rəssamlar naturadan işləyərkən necə fəaliyyət göstərdilər? Neyirdilər? Çatanda boyanı götürür. Məşğulluqlarına görə daha da çox məhz fotografiyaya borcludur. Kitabda belə yazılıb, amma ki, mən başqa cür. Bəli, fotoqrafiya ona görə borcludur ki, ümumiyyətlə, zaten impressionizmin yaranmasına təkan verən səbəblərdən biri də
fotoqrafiyanın kəşfi idi, ixtirası idi ki, o kəşf olunandan sonra artıq rəssamlar dedi ki, biz bu dəqiqə emalatxanada dəfələrlə, nə bilim, neçə aylarla şəklin üzərində işləyirdilər. Amma artıq nə edilər? Onlar kətanı və boyaları götürüb təbiətdən qoyununa çıxırdılar, gördükləri naturadan birbaşa köçürdülər. Anın təəssüratları tez bir zamanda. Bunu demək istəyir, yəni nə edirdilər impressionist rəssamlar? Belə fəaliyyət göstərdilər. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, ümumi sual verirəm, səsləri bağlayaq, zəhmət olmasa. Deməli, müasir incəsənətinin yaranmasına gətirib çıxaran yeni təsiri üsulu bildiki fotoqrafiyadır. Və fotoqraflar dövrün qrafika və rəngkarlığı ilə yaxınlaşmaq effektinə nail olmaq üçün nədən istifadə edirdilər? Bax, bu sualda, bu da cümlədə bir dənə kitabdadır. Deyir ki, fotoqraflar dövrün qrafika və rəngkarlığı ilə yaxınlaşmaq effektinə nail olmaq üçün nədən istifadə edirdilər? Ümumi sual verirəm. Kim cavab verəcək bizə? Zəkiyə müəllimə, buyurun, zəhmət olmasa. Xüsusi çəkiliş və çap qrafikasından istifadə edirdilər. Çap texnikasından istifadə edirdilər. Bəli, müəllimə. Bəs müəllimə, abstrakt fotoqrafiya nəyi rədd edir? Abstrakt fotoqrafiya çəkilən təsvirin hökmən tanınmalı olmasını rədd edirdi. Bəli, yəni hökmən deyil ki, o tanınsın. Adı üstündə abstrakt fotoqrafiya. Təşəkkürlər. Rəngkarlıqda olduğu kimi, yəni fotoqrafiyada da yəni onun tanınmalı olmasını rədd edirdi. Bəli, təşəkkürlər, çox sağ olun. Surrealist üslubda olan fotoqrafiya necə səciyyələndirilir? Surrealist üslubda olan fotoqrafiya necə səciyyələndirilir? Kim cavab verəcək bizə? Cavab versin bizə. Həqiqət müəllimə, buyurun. Bəli, müəllimə, obyektlərin qəribə yığını ilə. Bəli. Eyni zamanda, yəni olan fotoqrafiya sanki surrealist səciyyəlidir. O da obyektlərin qəribə yığını ilə doludur. Bəli. Deməli, Steve McCartney'nin çəkdiyi Əfqan qızı fotosu bəzən hansı məşhur portretlə müqayisə olunur? Şəlalə Quliyeva müəllimə, buyursun, zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Yəni, Da Vinci'nin Mona Lisa'sına bənzər edilir. Bəli. Bəs müəllimə, fotoqrafiya ilə intibah dövründə rəngkarlığı hansı vəzifəni yerinə yetirməkdən xilas etdi? Rəngkarlığın ən mühüm vasitələrdən sayılan nəyin? Faktın təsirini Faktın. Onu təsiri səhəlmişdir. Təsbit etməkdən xilas etdi. Yəni ki, bu, belə deyim də, böyük bir kömək etdi də elə bir fotoqrafiya rəngkarlığa. Ona görə ki, böyük bir məsuliyyəti rəngkarlığın üzərindən götürdü fotoqrafiya. Neyinirdilər rəngkar? Tez bir zamanda o nəsə bir sənəd olurdu, neyinirdi bunun şəklini çəkmək üçün? Böyük bir məsuliyyət tələb edirdi onu çəkmək. Artıq fotoqrafiya kəşf oldu və bu məsuliyyətdən azad oldu rəngkarlıq. Bəli, deməli, belə sual verim ki, bir dəqiqə. Surrealist üslubda olan fotoqrafiya əsərlərində müəlliflər necə fəaliyyət göstərirdilər? Bu da bir dənə cümlədir. Mən lap cümlə salmışam. Amma hər cümlə çox da önəmli deyil. Bunların imtahana düşmə faizi fərqlidir. Biri elə bir cümlədir ki, onun düşmə faizi %90-dır, digərinin %5-dir. Amma mən hər ehtimal %5-i də, onu da hər birini sual olaraq qoymuşam ki, hər ehtimal. Deməli, deyir ki, foto sənətinin rəngkarlıq və qrafikanın birbaşa təsiri altında təşəkkülü hansı janrda baş verir? Foto sənətinin rəngkarlıq və qrafikanın birbaşa təsiri altında təşəkkülü hansı janrda baş verir? Kim bizə cavab verəcək? Baxım. Şahanə müəllimə, buyurun, zəhmət olmasa. Müəllimə, demək, surrealist üslubda məncə. Müəllimə, siz sual verdiniz ki, onlardan müəlliflər nəyə müraciət edib, ona məncə cavab verilmədi.
Orada da fantaziyaya, yuxu görmələrə müraciət edirdilər, həm də rəmzlərdən istifadə edirdilər. Bəli, müəllimə, amma foto sənətinin rəngkarlıq və qrafikanın birbaşa təsiri altında təşəkkülü hansı janrda baş verir, onu demədiniz. Janr, portret janrında. Bəli, portret janrında baş verir. Üslub Təşəkkürlər. olaraq başa düşdüm. Üzr istəyirəm. Təşəkkürlər, çox sağ olun. Deməli, ümumi sual verirəm ki, hansı fotoşəkil portret hesab edilmir? Daha doğrusu edilir. Hansı fotoşəkil portret fotoşəkil hesab edilir? Yəni, bir dənə fotoşəklin portret hesab olunması üçün nə lazımdır? Necə çəkilməlidir? Bizə cavab versin Günarə Həsənova müəllimə. Buyursun, zəhmət olmasa. Əlbəttə bir nəfər və ya bir qrup insana diqqət yetirilməlidir fotoda. Onda foto şəkil olacaq da. Bəli. Yəni o portret fotoşəkillərin arxa fonu daha çox necə olmalıdır ki? O da bir rəngli olur. Müəllim, bir rəngli edirlər ki, şəkildə nədir? Obraz daha yaxşı görünsün. Bəli, yəni tamaşaçının diqqəti portretdən yayılmasın. Portret daha gözəl görünsün, obraz. Əla, təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, fotojurnalist Steve McCarron'un çəkdiyi bu fotoşəkil, hansı ki, Əfqan qızı nəyin rəmzinə çevrilmişdi? Kim cavab verəcək buna? Şəlalə Quliyeva müəllimə cavab versin. O biri Şəlalə Quliyeva müəllimə. Şəkili olmayan. Müəllimə Əfqan qızı çəkmişdi, National jurnalındaydı. O Mona Lisa, Leonardo da Vinci Mona Lisa'sını bəzədirdilər. İndi sualı fərqlidir. Mən bu sualı vermişəm ki, çəkdiyi bu fotoşəkil nəyin rəmzinə çevrildi? O bilmirdim müəllimə. Müəllimə deyim, mən səhv dedim. Lamiyə müəllimə, buyurun. Lamiyə müəllimə. Nə bilim, Əfqan xalqının müstəqillik yolundan mübarizəsinin rəmzinə çevrilmişdi. Bəli, bəli. Həm də bu son 40 ilin ən yaxşı jurnalist qabığı olmuşdu. Qaçqınlara aiddir, üzr istəyirəm, yeni yadımda qalır. Bəli, demək olar ki. Və deyir ki, kompüterin və elektron rəqəmsal texnologiyaların meydana gəlməsi fotoqrafiya sahəsində hansı dəyişikliklərə səbəb oldu? Neynədir? Kompüterin və elektron rəqəmsal texnologiyaların meydana gəlməsi fotoqrafiya sahəsində hansı dəyişikliklərə səbəb oldu? Bizə cavab versin Əfsanə müəllimə. Müəllimə bir də yazın sizə sualı. Kompüterin və elektron rəqəmsal texnologiyaların meydana gəlməsi fotoqrafiya sahəsində hansı dəyişikliklərə səbəb oldu? Ekranda təsvir yaratmaq, redaktə etmək onu deyirdi. Yəni ümumiyyətlə də nə oldu? Mən fotoqrafiya artıq bu zamanda yaşayır, elə bir zamanda yaşayır, artıq çəkilişdir. Bu fotoşəkillərin emalı imkanlarını genişləndirdi. İndi bu dəqiqə adi bir özümüz telefonda şəkil çəkirik. Sonra qəşəng onu nə edirik? Fotoşəkilinə, bəli, düzəldirik. Mənim hansı proqramlar vardı orada? Bəli. Bu imkanları Photoshop uydu, yadı, bunlarla düzəldirdik. Genişləndirdi. İstədiyimiz şəkli atırıq bura. Hə, uşaq düzdür, yanmadı. Neynədir? Atırıq ChatGPT, bunu hazır şəkildə düzəlt, göndər bizə və salam. Qoyuruq WhatsApp-a ki, bizim uşaqdır. Məsəl üçün. İndi yəni hələ bu kitab yazılanda o şeylər yox idi. İndi görün nə qədər genişlənib də. Yəni bu kompüterin, proqramların texnologiyanın meydana gəlməsi gör nə edib, çəkiliş və fotoşəkillərin emal imkanlarını genişləndirib. Düzəltmədim, korrekt redaktə edirdiklər, fərqlər üzərində düzəlt edərkən. Ay, sağ ol. Bəli, müəllimə. Təşəkkürlər. Çox sağ olun. Müəllimə bir dəqiqə bir söz deyim. O gün məktəbimizə bir şey gəlir məktubda, yəni ki bu işi biz görməliyik. Artıq yəni müəllimlər, rəsm müəllimi də kompüterlə işləməli, kosmosa məktub yazmalı. Yəni bu Teams yolu ilə də yəni sistem var, onunla işləməliyik. Yəni artıq biz deyir, o kurslara zada getməliyik, bunun üçün öyrənməliyik kompüterdə rəsm çəkməyi. Bəli, əslində məktəb özü göndərməlidir təlimə, oradakı bütün müəllimlər. Yəni məktəb nazirliyi artıq yəni bunları eləməlidir ki, bizə belə şeylər gəlir də, məktublar.
Əslində Müəllimə belə də daha yaxşı. uşaqlar Ümumiyyətlə kompüter yoxdur, onda necə olacaq? Müəllimə, axşamınız xeyir. O elə deyil, biz eləməlidir. Orada bir müəllim deyil, neçə dənə müəllim Həm də birlikdə. bütün rayon üzrə də məktəblər üzrə biz kosmosa məktub göndərməliyik. Bir 80 nəfərlik uşaq iştirak etməlidir Yox, şagird. hər məktəb elə olmalıdır və hər məktəbdə həmin komandaya 5 ya da 6 müəllim daxildir. Hansı ki, ora biri incəsənət müəllimi. Məsələn, ideyanı siz verirsiniz. İnformatika müəllimləri onu orada kompüterdə həmin ideyanı düzəltməlidir. Yəni sırf siz eləmək deyə bir şey yoxdur. Bildim, yəni təsviri incəsənət orada yazılmışdı ki, müəllimə orada dizayneri zadı, müəllim verməlidir. Bəli, yəni vərəq üzərində siz dizayn edirsiniz, kompüterdə informatika müəllimi. Yəni ona görə də o müəllimlər də iştirak edir. Yəni bir nəfər yox. Aha. Təbii ki, bacarsız nə gözəl, amma o tək bir nəfərlik deyil. Bəli. Aha, aydındır. Deməli, davam eləyirik. Deməli, deyir ki, müasir informasiya texnologiyalarının inkişafı fotorəsmdən hansı yeni bacarıqların əldə olunmasını tələb edir. İndi bunlar kim bilirsə cavab versin. Yenə deyirəm, çox önəmli də deyil, yenə də oxuyuram. Müasir informasiya texnologiyalarının inkişafı fotorəssamdan hansı yeni bacarıqların əldə olunmasını tələb edir. Fatimə müəllimə, buyurun. Yəni foto şəkillərinin arxivlərinin yaradılmasını tələb edir də, yəni arxivləşdirilməsini. Bəli. Foto arxivlərinin yaradılması, onlarla işləməyə bacarığın əldə olunmasını tələb edir. Və bir dənə də sual verirəm. Deməli, kollajda kompozisiya tarazlığı necə əldə olunur və bu prosesdə hansı elementlər rol oynayır? Mən deyim müəllimə. Ümumi sual verirəm. Kollajda kompozisiya tarazlığı necə əldə olunur və bu prosesdə hansı elementlər rol oynayır? Kimlər cavab verəcək? Yenidən bir də Yeganə müəllimə buyursun, zəhmət olmasa. Müəllimə elə gəlir 3 planla əldə olunur burada. Mərkəzdə aydan qeyd edilir, 2 planla həyata keçirilir. Bəli, bəli, əla. Təşəkkürlər müəllimə, çox sağ olun və keçirik. Bir dəqiqə. Deməli, fotoqrafiyadan sonra kino sənətinin yaranmasına aparan kiçik bir addım var idi. Hansı ki, bu hansı proseslərin düzgün və tam ardıcıllığını bu ifadə edirdi. Deməli, fotoqrafiyadan sonra kino sənətinin yaranmasına aparan kiçik addım. Nə idi bu? Deməli, kim cavab verəcək? Nuranə Şəmsəddinova müəllimə, buyurun, zəhmət olmasa. Müəllimə, burada əsasən kino lenti olurdu, çəkiliş olurdu. Burada bunlar olurdu da müəllimə. Və təsvirin alt parça, bəli, nümayiş etdirilməsi, bəli. Kiçik bir addım qalırdı. Yəni, artıq fotoqrafiyadan sonra kinonun yaranmasına. Əla, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumiyyətlə, kinonun yaranma günü kimi qəbul edilən tarix hansı hadisə ilə bağlıdır? Kinonun yaranma günü kimi qəbul edilən tarix hansı hadisə ilə bağlıdır? Həmail müəllimə, yəni Eldar Əliyev cavab versin. Müəllimə, orada elə bil Lümer qardaşları Qatarın Gəlişi adlı qısa film çəkmişdilər və elə bil o da 1895-ci il 22 mart kinonun yaranması günü hesab olunmuşdu. Əla, təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, ilk dövr kinoda əsas ifadə vasitəsi nə idi? Deməli, ilk dövrdə kinoda əsas ifadə vasitəsi nə idi? Aysel Cəfərova müəllimə. Bəli, müəlliməm. Demək, əsas ifadə vasitəsi təsvirin özü və hərəkət möcüzəsi idi. Aha, bəli. Təsvirin özü və əsas hərəkət möcüzəsi. Yəni, burada əsas hərəkətlər idi, əsas ifadə ilk dövrdə. Deməli, əvvəl kino, deyir, əvvəlcə kino necə idi? 25-ci ilin Aqqara və səssiz idi. Aqqara idi, səssiz idi. Kinometografiyanın hansı inkişaf sahəsi Böyük Lal adını almışdı? Ümumi sual verirəm. Leyla Abdullayeva müəllimə, buyursun. Səssiz kino idi müəllimə. Paris Tapyanın adı ilə bağlı idi. Əla, təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, kino sənəti incəsənətdə öz əhəmiyyətini sübuta yetirmək üçün hansı yolu seçmişdi? Kino sənəti
incəsənətdə öz əhəmiyyətini sübuta yetirmək üçün hansı yolu seçmişdi? Bizə cavab versin. Tərlan müəllimə. Müəllimə, o da fotoqrafiya kimi rəngkarlığı deyir, təqlid edirdi. Kino sənəti. Bəli. Və Sübuta yetirmək üçün. Müəllimə, növbəti sualımız sizə yenə verirəm. Kino tarixində ilkin mərhələdə filmlər əsasən haralarda nümayiş etdirilirdi? 25-ci ilin MİQ sualı idi bu. Əsasən onlar ilkin növbədə musiqi salonlarında, klublarda, mağazalarda, belə yerlərdə nümayiş etdirilirdi. Əla, təşəkkürlər müəllimə. Və ümumi sual verirəm ki, kino nümayişi üçün ilk teatrların tikilməsi nə vaxt başlanmışdı? Neçənci il idi bu? Cavab versin bizə Həmail Həsənova müəllimə. Söz verilməyib. Müəllimə, 1908-ci ildə ilk teatrlar tikilməyə başlamışdı. Bəli, əla. Təşəkkürlər. Film necə çəkilir? Film necə çəkilir müəllimə? Sizə sual verirəm Həmail müəllimə. Film ayrı-ayrı fraqmentlərlə çəkilir. Planlarla çəkilir. Bəli, təşəkkürlər. Ümumi sual verirəm. Deməli, filmdə planların ardıcıl şəkildə birləşdirməsi prosesi necə adlanır? Aidə müəllimə, buyurun. Müəllimə, o montaj adlanır. Planların ardıcıl birləşməsi montaj adlanır. Bəli, müəllimə, montaj bəs nəyin bədii obrazlı təkrarsızlığının əsasıdır? Montaj kinematografiyanın olar da. Bəli, kinematografiyanın deməli bədii obrazlı təkrarsızlığının əsasıdır. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, deyir ki, kinematografiya nəyi ifadə edir? Kinematografiya nəyi ifadə edir? Nədir burada əsas ifadə vasitəsi? Deməli, baxaq görək kimlər bilir, sadəcə 4 nəfər, 76 nəfərdən 4 nəfər cavab bilir. Kim cavab verəcək? Şahanə müəllimə, buyurun, zəhmət olmasa. Müəllimə, bədi obrazın təkrarsızlığı idi də, montaj, bədi obrazın təkrarsızlığı. Kinematografiya nə ifadə edir? Nədir kinematografiya? Təsvir deməkdir, hərəkət, təsvir. Hökmə müəllimə davam eləsin inşallah. Təşəkkürlər müəllimə. Müəllimə, bədii obrazın təkrarsızlığının əsasıdır. Bədii obrazın. Ümumiyyətlə, bəli. Nədir? İnsanın hərəkət edən təsvirlərin yaradılmasına ibarət fəaliyyət sahəsi ifadə edir. Bəli, yəni bunu tam olaraq cavabı, hansı cavabı verə bilərik? Hamı cavab verə bilər ki, yox. Aytaz müəllimə, cavab vermək üçün hamı cavab vermək istəsə, hamı aləm qarışacaq. Səssizliyi təmin etmək lazımdır. Kim cavab verirsə əl qaldırsın. Mən əl qaldıranlar içindən seçirəm. Deməli, kinematografiya başqa necə adlanır həm də? Kinematografiya başqa necə adlanır? Aytac müəllimə, yeni qoşulan Aytac müəllimə. Siz ümumiyyətlə əl qaldırmırsınız. Mən deyirəm ki, yəqin ki, cavab vermək istəmirsiniz. Günay Abdullayeva müəllimə, buyurun. Axşamınız xeyir, Ülkər müəllimə. Sinematografiya adlanırdı. Bəli, bəli, təşəkkürlər müəllimə. Bəs sizə sual verim. Nəyin yaranması kinoda inqilab yaratdı? Kinematografiya yaranması. Kinoda nə baş verdi ki, bu inqilab yarandı kinoda? Nəyin yaranması kinoda inqilab yaratdı? Xeyr, yox, heç kim yerinə deməz. Heç kim. Çox xahiş edirəm müəllimlər. Baxın, görürsünüz dərsi necə pozulur belə olan halda. Mən ona görə deyirəm ki, sadəcə əl qaldıracaqsınız. Mən disiplinsizliyi, belə səs-küyü sevmirəm. Əl qaldıracaqsınız və hər kəsə də söz verilir və Günay müəllimə demək olar ki, söz verilməmişdi. İndi mən ona sual verirəm. Bir gözləyək, xahiş edirəm. Olmaz axı. Günay müəllimə. Müzik və musiqinin də olması, yaranması sənətin
təşkil olunması da onunla daha da şey oldu, canlandı. Deməli, nəyin yaranması kinoda inqilab yaratdı? Danışığın yaranması da, danışığın. Bəli, səsin Kinoda. yaranması, kinoda səsin yaranması inqilab yaratdı. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Və kinoda söz və musiqinin olması filmlərin quruluşuna necə təsir göstərdi? Baxın, burada necə bir şey oldu? Kinoda söz və musiqinin olması filmlərin quruluşuna necə təsir göstərdi? Kim deyəcək bizə bunu? Ləman Babayeva müəllimə söz verilməyib deyəsən. Bəli, müəllimə. Deməli, sujetin inkişafı, bir də aktyorun xırdalıqlar üzərində hərəkəti belə də qurulması. Bəli, yəni filmlər təsvirdə daha çox sujetin inkişafını aktyorun xırdalıqlar üzərinə qurulurdu. Niyə görə? Baxın, əvvəl necə idi kinoda? Səssiz və rəngsiz və səssiz idi. Onda səssiz olanda nə idi? Kinometoqraf. Yəni əsas burada hərəkətlərə yönəlirdi. Səssiz olaraq biz məsələn Charlie Chaplin filmlərinə baxmısınız, heç bir səs yoxdur, amma insan orada hər şeyi başa düşür. Yəni artıq hərəkətə yönəlmişdi. Amma nə oldu? Kinoda səs və musiqi olandan sonra nə oldu? Artıq necə oldu? Filmlər təsvirdən daha çox nə idi? Sujetin inkişafına, aktyorun oyunu xırdalıqlar üzərində quruldu. Aydındır? Yəni bu bir dənə səsin yaranmasına yönəltdi bizi. İndi bu dəqiqə biz kino çəkilişlərinin səsini alıb ona baxanda heç nə başa düşmürük ki, bu nə başa düşəcəm? Yəni bilmədiyim dildə baxanda buna, ya səsini alıb baxanda heç nə başa düşülmür. Amma o vaxtı insanlar sadəcə səssiz kinoya baxırdılar, zövq alırdılar buradan. Bəli, təşəkkürlər. Pantomim, hərəkətlərlə olanlara da, müəllimə, hə? Bəli. Yəni kinoda söz və musiqinin olması deyil, filmlərin quruluşuna necə təsir göstərdi? Bu cür təsir göstərdi ki, artıq filmlər təsvirdən daha çox sujet inkişafı və aktyor oyunu xırdalıqlar üzərinə quruldu. Bəli. Keçirik ümumi suala. Rəngin kino ekranlarına gəlişi necə qiymətləndirilir? Bir də təkrar edirəm, ümumi burada, yəni bu 75 nəfər dərsə qoşulub, burada heç kim dinləyici kimi deyil. Hamı dərsdə aktiv iştirak edə bilər. Hamı burada hər bir suala cavab vermə imkanı var. Sadəcə əlini qaldıracaq. Əgər cavabı bilirsə, yəni mən burada baxıram, daima bizim burada müəllimlər iştirak edir. Hər dəfə eyni müəllimlər. Yəni 90 nəfərə qədər də qoşulur müəllimə. Görürsünüz ki, qrupda 180 nəfər adam var, amma qrupa qoşulur, maksimum 90 nəfər dərsə qoşulur. Onlardan da bir 20 nəfər, 30 nəfər sadəcə iştirak edir. O birilər səs çıxartmır. O demək deyil ha, onlar sadəcə dinləyicidə onlara söz verilmir. Xeyr, onlar əl qaldıran kimi onlara söz verirəm. Hər dəfə çalışıram ki, ən azından bir dənə müəllimi də söz verdim, yəni təzə müəllim qoşulanda. Yəni burada heç kim dinləyici deyil, ümumiyyətlə dinləyici yığışdırılıb. Daha heç kim dinləyici olmayacaq. Hamı aktiv iştirak edir dərsdə. Bundan sonraki dərslərdə də belədir. Axşamınız xeyir müəllimə. Mən məşğulam, ona görə dinləyə daha yaxşı öyrənirəm. Üzrlü sayarsınız məni. Belə mənə daha sərfəlidir. Allah razı olsun hamınızdan. Bəli, yenə deyirəm, yəni kimə necə rahatdırsa elədir. Kim istəyir iştirak eləyir sual cavabda, kim istəyir yox deyir, mən ehtiyac yoxdur. Mən dinləyəndə də öyrənirəm. Biri deyir yox, mütləq sual cavab olunmalıyam. Yəni hər kəsin öyrənmə tərzi fərqlidir. Ona görə hər kəsə hörmətlə yanaşılır. Dediyim kimi kim istəyirsə, amma sükunəti pozmadan. Hə, yəni anladım. Yəni səssizliyi təmin edərək hamı iştirak eləyə bilər. Xoşum gəlmir ki, hamı bir tərəfdən heç nə də başa düşmək olmur. Hərə bir tərəfdən danışanda səssiz, yəni icazəsiz o bir söz deyir. Bu adam ürəyi sıxılır da, yəni o düzgün bir şey deyil. Onda mən hamıya söz versəm burada, hamı bir dənə söz desə, aləm qarışacaq. Deməli, rəngin kino ekranlarına gəlişi necə qiymətləndirildi? Baxın, bu suallara da düşür, müəllimlər də digər müəllimlər paylaşır. Deməli, inqilab yaradan hansı hadisə oldu? Ondan sonraki mühüm hadisə nə oldu kinoda? Bizə cavab versin. Mətanət müəllimə söz verməyib. Mətanət müəllimə, buyurun müəllimə. Axşamınız xeyir. Səs kinoda inqilab yaratmışdı, amma mühüm hadisə isə rəng olmuşdu. Bəli, yəni rəng də mühüm hadisə idi, bəli, amma kinoda səs qədər inqilabi bir hadisə olmamışdı. Mühüm hadisə idi, bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Deyir ki, rəngkarlıqda rəng necə səciyyələndirilir?
kinoda necə səciyyələndirilir, rəngkarlıqda necə səciyyələndirilir? Bu çox önəmlidir. Yəni bu sual olaraq da düşə bilər ki, kinoda rəng nədir, necə səciyyələndirilir, necə qiymətləndirilir, rəngkarlıqda necədir? Kim cavab verəcək buna? Ləmanın musiqi dünyası, yəni Aysel Məmmədova müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Demək, müəllimə, rəngkarlıqda rəng elə bir rəssamın özünün istəyindən, özünün iradəsindən, yəni belə bir mühüm vasitədir də. Amma kinoda isə yəni müəllifin istəyindən asılı olmayaraq ekrana çıxır. Ekrana çıxır. Əla. Təşəkkürlər müəllimə. Deməli, ümumi sual verirəm ki, baxın, bu sual düşmə ehtimalı %90 olan suallardan biridir. Kino kompozisiya sənətini nə təşkil edir? Kino kompozisiya sənətini nə təşkil edir? Kim cavab verəcək bizə? Deməli, baxaq, görüm. Leyla Abdullayeva, Leyla müəllimə, buyurun. Müəllimə, təsvir, nit, bir də musiqi birləşəndə artıq kinonun bir kompozisiyası olur. Bəli, yəni təsvir, nit və musiqinin bütövləşir bir yerdə olur. Kinoda artıq süjet xətti olur, kompozisiya olur. Bəli. Vahid bir obrazı birləşdirərək bacarır. Eyni təzdən esvəsimi eşidirəm, deyirəm, təsvir, nit və musiqi vahid bir obrazla birləşərək bu neynir? Kino kompozisiya sənətini təşkil edir. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, kino mühitinin yaranması hardan başlayır? Fatimə İnalova müəllimə, buyursun zəhmət olmasa, kino mühitinin yaranması hardan başlayır? Fatimə İnalova müəllimə. Aysel Qarayeva müəllimə, buyurun zəhmət olmasa. Müəllimə, çertoj və eskizdən başlayır. Bəli. Təşəkkürlər. Müəllimə, üzrlü sayını, telefon deyildim, ona görə üzrlü sayını. Aha, olsun, eybi yox. Deməli, Azərbaycanda kino inkişafı hansı ardıcıllıqla baş vermişdi? Müəllimə, siz deyin, Fatimə müəllimə. Müəllimə, ilk öncə səssiz film çəkilmişdi, sonra səsli. İki seriyalı Qız Qalası, birinci. Sonra Mavi Dəniz sahilində, səsli kino. Yox, bir dəqiqə. Birinci deyəndə ki, Azərbaycanda ilk olaraq hansı kinonun istehsalına başlamışdı artıq? Kino istehsalına. Səssiz Ağara. Hansı kino idi o? Hansı film? Qız Qalası. Neçənci ildə başlamışdı müəllimə? Kinonun İli yadımdan çıxır onu. Deyim dönəlim. Çək müəllimə, buyurun. 1924. Deməli 1898-də Balaxanda Neft Fontanı kinosu səssiz olub. Bəli, yəni bu ilk olaraq sənədli film idi və ilk yayımlanan idi ki, Azərbaycanda. Dünya kinosundan 3 il sonra bizdə olub da. Dünya kinosu 1895-də ümumi dünyada yarandı və 98-ci ildə bizdə oldu. Müəllimə, ona ilk yazılmayı, baxaq, qısa metrajlı kino yazılıb ona. İlk yazılan Qızıl Qalasıdır. Fərqi yoxdur, müəllimə, ilinə baxırıq. Ümumiyyətlə, 3 il sonra. Qısa metrajlı film yazılıbdır. İlk sözü yoxdur orada. Müəllimə, sənədli film. Sənəddə siz ildən onu tutmalısınız. 1898-ci ildə. Yəni, biz deyə bilmərik 24-cü ildə olan ilkdir. Xeyr, ilk o deyil. Deyir ki, yazılıb ki, kitabda 1895-də dünyada yarandı, 3 il sonra Azərbaycanda yarandı. Bu da nə vaxtda təsadüf edir? Zaten eyni altına yazılıb. 1898-ci ildə həmin o kinonun altına da yazılıb. Bəli, Balaxanda Neft Fontanı. Yox, onda imtahanda mənim düşsə 1898-ci ildə çəkilmiş qısa metrajlı sənədli film olaraq Balaxanda Neft Fontanı götürə bilərik. Amma ilk olaraq, yəni ilk 2 seriyalı bədii film isə onda Qız Qalası. Bəli, bəli. Əgər siz yenə aləm qarışdı. Heç birində başa düşmürəm. Bir dəqiqə. Müəllimə, bir sual verəndə lap yaxşı olurdu. Bu yerlərdə birazca qaranlıqdır. Siz Allah bir sual verin. Bir dəqiqə. Mən də zaten bir sual verim. Müəllimlər qarışır bir-birinə. Deməli, indi biz bildik ki, yenidən bir də təkrar edirik.
Azərbaycanda ilk olan sənədli film 1898-ci ildə Balaxanada Neft Fontanı adlı ilk qısa metrajlı film olur. Bu da sənədli filmdir. Bu ilə yaranır, düşür bizə. Əgər düşsə ki, ilk 2 seriyalı film Azərbaycanda hansı kino ilə olur və neçənci ildə? 24-cü ildə və Qız Qalası əfsanəsi olacaq. Mən belə bir şey deyim də, sualı mənə vermişdin önce müzakirə etmək. Yəni ilk 2 seriyalı deyəndə Qız Qalasını götürəcəyik, ilk deyəndə qısa metrajını götürəcəyik. İlk deyəndə, yəni deyəcək ki, Azərbaycanda ilk olaraq kino hansı kino idi? İlk çəkilən kino. Bəli. Yəni ilk kino hansı deyəndə biz Balaxanıdan götürəcəyik. Bəli. Ancaq 2 seriyalı desə, ilk 2 seriyalı ilk 2 seriyalı odur. Sonra ilk səsli hansıdır? Müəllim sizə deyim, səsli film neçənci ildir və hansı kinonun istehsalına başlanmışdır? Mavi Dəniz sahilindədir. Neçənci ildə? Müəllimə belə bir şey deyim də sizə. Burada ilk sözü yazıldığı üçün ola bilər ki, məsələn, biz yazarıq, Balaxanada olanı yazarıq, onu bizə səhv kimi götürərlər, deyirlər ki, yox, Qız Qalasıdır. Xeyr, mümkün bir şey deyil. Qız Qalasının qabağına yazılır. Xeyr, 1924 hara. Orada açar söz qısa metrajlı var. Xeyr, açar sözlə yadda saxlamaq zəhmət olmasın. Biri qısa metrajlı sənədli film gedir. Xeyr, elə bir şey ola bilməz ki, bizə səhv götürsünlər. 1924-cü ildə yaranan bu ili bizə səhv götürsünlər. Xeyr, çünki bu boyda il var burada. 1898-də artıq Azərbaycanda kino yaranıb. Bu da nəyin, hansı kino ilə? Balaxanada Neft Fontanı sənədli filmi ilə. Kino bu kino ilə yarandı. 2 seriyalı ilk film oldu. Qız Qalası əfsanəvi səsli film, ilk səsli film oldu nə? Mavi Dənizin sahilində 35-ci ildə. Yəni bunlar fərqli suallar. Qatarın gəlişi nə olacaq? O Azərbaycanda deyil, ümumi dünyada Lumière qardaşları 1895-ci ildə kinonu yaradıblar. Bir də üzrəyəm, bizim ölkənin çəkdiyi, istehsal elədiyi kino Arşın Malalandır. Amma onlar bizim Azərbaycan televiziyasında verilən ilk kinolardır, onu deyirəm. İlk kino, o nədir? Arşın Malalan nədir? Kino komediya. Aha, bəli. Yəni ki, bizimkilər çəkib. Amma o, yəni, biri sənədli filmdir, Balaxanada Neft Mədənləri. O sənədli filmdir. Yəni, sənədli film o biri filmdən, bədii filmdən fərqlənir. Bir də Qız Qalası əfsanəsi, bu da belə animasiya tərzində bir şeydir. Onları mən biraz araşdırmışdım. Bunlar hamısı, yəni ilklərdir zaten burada yazılanlar. Yəni film olaraq, bilirsiniz niyə deyirəm? Çünki o biraz adamı çaşdırır. İlk Azərbaycan aktyorlarının yəni çəkildiyi, bizim ölkənin çəkdiyi film, kino komediya olub. O da Arşın Malalandır. Amma belə bizim televiziyada, məsələn o Mavi Dənizin sahilində filmi o heç bizim dildə də deyil, rus dilində falan belə bir şeydir. Yəni yazılıbsa Azərbaylı da, yəni burada zaten səsli film, kino olaraq bizim iki seriyalı film, iki seriyalı, sonra səsli, kino komediya, sənədli, bunlar hamısı ilkləri yazıblar illəri ilə bir yerdə. Ola bilər ki, yəni bunlar düşsün, hətta uyğunlaşdırma tipli də verə bilər, hamısını bir yerdə soruşa bilər, uyğunlaşdırma olaraq soruşa bilər. Mən belə düşünürəm ki, çox zaman bir dənə testdə bir neçə sualın sizdən soruşmaq istəyirsə, uyğunlaşdırma tipli verir ki, hə, bunu uyğunlaşdırın. Və keçirik, axır sonlarda demək olar ki, bunu da dedik, bunu da müzakirə elədik. Hələ bunlar idi, Arşın Malalan, nə qısa metrajlı film, hamısı ümumi bitdi demək olar. Deməli 4 dənə mövzu idi də, bunlar hamısı bir yerdə. İndi qalıb yenə də 6-cı gün, yəni ayın 30-unda biz növbəti nə dərsləri qalıbsa, onları da axıra qədər oxuyursunuz və onlardan sual-cavab olacaq və yekunlaşacağıq inşallah. Ayın 30-undan sonra, 6-cı gündən sonra da 6-cı gün dərs olmayacaq. Bizim dərslərimiz 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci gün, 5 gün dərs olacaq. Yəni biz ümumi suallar, məsələn deyəcəm ki, gedin 5-ci sinifi oxuyun, 5-ci sinifdən ümumi sual-cavab olacaq. Məsələn, xalçalardan eləyəcəyik və yaxud da ki, 7-ci sinifin üslublarından olacaq, memarlıq, geyim və mebel üslublarından ümumi sual-cavablar, ümumi həyat və yaradıcılığından suallar. Yəni belə və yaxud da ki... İstəyirəm, müdafiə edirəm, çox yaxşı olar. Çünki, məsələn, belə bir tərəfdən oxuyuruq, özümdən götürürəm də adi.
növbəti məsələn başqa bir mövzuya keçəndə bir neçə əvvəlki mövzu yadımdan çıxır, Ona görə qarışdırılır. ümumiləşdiriləcək. Məsələn, xalçalar var. Hansı ki aktual mövzulardır. Onlardan mütləq Təzəgül müəllimə niyə ağlamasını ki atmısınız? Çox maraqlıdır. Hə, Niyə müəllimə? Bunlar qabaqki müəllimə deyir ki, bunlar yəni ki, əvvəl keçdiyimiz mövzular yadımızdan çıxır, ona görə. Yaddan çıxır deyəndə yenə də deyirəm, əlinizin altında testlər var. Məsələn, mən heç vaxt izin verməzdim ki, yadımdan çıxsın onlar. Daima o proqram qurardım özüm üçün. Onları dəfələrlə işləyərdim ki, yadımdan çıxmasın. Təzə mövzu keçəndə davamlı onu işləmək lazımdır. Onlar silinmir ki, mən onları silmirəm ki, əvvəlkiləri. Və bir də bir şey nəzərinizə çatdırım sizin. İnşallah yekunlaşdırdıq. Telegramdadır bütün hamısı materiallar. Bu gün görürəm ki, bir müəllim sağ olsun ki, qrupumuzdan olan bir müəllim mənə öz testlərimi göndərib, hansı ki, mən sizə onu qrupda göndərmişəm. Atıblar ki, müəllim, mənə test göndəriblər, özü də yazıblar ona ki, sizə bir dənə test göndərəcəm, işləyərsiniz. Deməli, mənim testlərimi göndəriblər ona ki, baxın, özü də yazıb oraya, indi statusda da paylaşmışam, da qrupa atmadım ki, təkrarçılıq olmasın, çünki dəfələrlə demişəm, yazıb oraya bir neçə dəfə, yəni çox kəz ilətildi, yəni yönəldilib, o qədər yönəldilib ki, mənim testim qruplardan ora, bura filan, yəni artıq müəllimlər üçün normal bir şey kimi bunu istifadə edirlər. Bunlara bir şey demirəm. Yəni əgər bizim bu qrupdan, hazırlıq qrupundan, mən bilirəm ki, hazırlıq qrupundan Bu düzgün deyil axı. Bəli, Yəni icazə olmadan. onu demək istəyirəm. İndi deməli mən onu bilirəm ki, icazə versiniz inşallah. Mən onu bilirəm ki, mən həmin o testləri ödənişli qrupdan başqa heç yerdə paylaşmıram. Mən zaten ödənişsiz testlər Telegramda ödənişsiz qrupum var, orada paylaşıram. Yəni Artin suallarını yığmışam bir yerə, orada paylaşıram, müəllimlərə daha rahat olsun. Yəni mən zaten bu ödənişsizləri eləyirəm. Qrupumda da ki, demək olar ödənişsiz müəllimlər də var. Yəni o demək deyil ki, müəllim nətər bir adamdır, nə olsun ki, işləyirik də, yaxşılıqdır, qoy eləsinlər, imtahandan keçsinlər. Hə, yaxşılıq eləmək istəyirsiniz, çox gözəl. Mən eləyirəm öz yaxşılığımı. Siz də eləmək istəyirsinizsə, yəni özünüz hazırlayın. Məndən heç bir əksiyiniz yoxdur. Hamımız müəllimik, məndən çox stajınız var. Hər kəs test hazırlaya bilər. Yəni qeyri-adi bir şey yoxdur. Vaxtınız varsa hazırlaya bilərsiniz. Mənim amma vaxtım yoxdur. Mənim 4 dənə uşağım var. Allah olmayanlara qismət eləsin. Hər birinizdə bəhrəsini görəsiniz, uşaqlarınızın xoş günlərini görəsiniz. Yəni mən o uşaqlarla mənim həqiqətən vaxtım yoxdur. Onlar yatandan sonra saat 3-də, 4-də, nə bilim, onlar yatanda və yaxud da ki, heç yatmır, ağlaşa məndən hərdən müəllimlər nəsə soruşanda deyəndə onların səsləri, ağlama səslərini eşidirlər, görürlər də o müəllimlər. Yəni ağlayadaraq, nə bilim, birinin yemək vaxtından, oynamaq vaxtından, oğurlayaraq, belə deyim, mən o testləri ərsəyə gətirmişəm. Yəni o bir gün içində də olan bir şey deyil. Və mən təbii ki də o zəhmətimin qarşılığını görmək üçün ödəniş əsasında eləyirəm bunu. Yəni havayı mənim vaxtım yoxdur axı eləyim. Hə, bol olsa vaxtım, niyə ki, mən də yaxşılıq eləyərəm cəmaata ki, hə, nə gözəl, heç bir ehtiyacım yoxdur, gəlin qoşulun, yəni ödəniş zad da eləməyin. Görürsünüz ki, siz özünüz belə ödəniş eləyirsiniz mənə. Başqa yerə vermirsiniz o pulu, nəsə alarsınız onun yerinə, amma mənə ödəniş eləyirsiniz. Düzdürmü? Ödəniş eləyirsiniz və mən sizə onu göndərirəm, halal xoşunuzdur və o pulu da mənə halal eləyirsiniz ki, zəhmətimin qarşılığı, düzdürmü? Amma elə müəllimlər var ki, bilmirəm, heç tanımıram, burada tanımırıq onsuz da müəllimləri. Ödəniş etsə də, etməsə də fərqi yoxdur. Götürür, paylaşır ki, güya yaxşılıq edir. Hətta mən həmin o müəllim paylaşıb gedib deyirəm ki, xahiş edirəm də müəllim, indi paylaşmısınız, sizdən şey deyil də. İndi bilirəm ki, o müəllim qrupumun içərisindədir. Zəhmət olmasa adını deyin mənə. Mən o qrupdan çıxarım da onu ki, belə insan lazım deyil də qrupda. Andaman elədim. Dedi, yox, mən heç vaxt onun adını verə bilmərəm. O düzgün bir şey olmaz. Yəni bunun düzgün olmadığını deyən bir müəllimə demişdiniz, ürəyinizə xal salmışdı, adını da deyildi. Bax belə kişi kimdir bu idi arkasında da demədi ki, bu düzgün deyil. Təsəvvür edin, bunu paylaşan bir müəllim durub məndən düzgünlük söhbət eləyir ki, yox, düz deyil bu, mən arada qalmaq istəmirəm, müəllimin adını verməyim, pis çıxar falan filan. Buna düzgün baxmırlar. Yəni bunu düzgün hesab etmirlər, amma mənim olan əziyyətimi belə paylayırlar. Mən bunu bilirsiniz necə qiymətləndirirəm. Heç kimə qarğış eləmirəm. Deyirəm ki, bu bir növ oğurluqdur. Baxın, bunu sizin gözünüzün qabağında eləyəndə, mən onu, məsəl üçün, bir müəllim mənə xəbər elədi. Mən ona xəbərçilik kimi baxmıram. Mən ona belə baxıram. Kimsə girir sizin gözünüzün qarşısında bir qonşunuzun evinə,
Girir oradan onun pullarını götürür, dəyərli əşyalarını götürür, sonra götürür, gedir paylayır. Cəmaata ki, yaxşılıq eləyir. Həmin o pulları, cəmaatın zəhmətini, bəli, götürür, paylayır ki, yaxşılıq eləyirəm. İndi siz bunu görə-görə mənə deyirsiniz, qonşu sizin girdi bir filan kəs evinizdən oğurluq elədi. Təbii ki də demək lazımdır, düzdürmü? Niyə görə, yəni bunu gizlədəsən, amma mənim nəyimə lazımdır deyəsiniz və s. Bu düzgün deyil. Hələ zaten onu həmin insanla ortaq olmaq kimi bir şeydir. Oğurluq kimi baxıram buna. Yəni bir müəllimin də belə bir şeyi etməsinə də yəni şok keçirirəm ki, necə bir müəllim bu şeyə göz yumar və deyər ki, hə nə olsun ki, imtahan verəcəkdə qoy hamı faydalansın da, belə borcu kimi də çıxardar bizi. Və müəyyən müddət sonra həmin o ödənişli testlər müəyyən müddət sonra qruplarda artıq rahat şəkildə paylaşılırsa, niyə ehtiyac qalacaq ki, mənə hamı gəlib ödənişli şəkildə hazırlaşmalıdır? Üzr istəyirəm. Məncə o deyil. Mən yəni nə qədər ödənişsiz qruplarda müəllimlərin dərslərinə qoşulmuşam falan filan. Yəni burada həqiqətən sizi tərifləmək üçün, bəlkə tərif kimi də qəbul edirsə eləyin. Təkcə test məsələsi deyil. Məsələn, indi çox adam sizin testinizin eynisindən eləyib paylaşır. Amma sizin o izahlarınız var, hansı ki, nə bilim, bir şeylərlə əlaqələndirirsiniz. Valla o imtihanda adamın qulağında cingildiyir də, yəni onu heç bir test əvəz eləmir. Yəni ki, demək istədiyim odur ki, onlar onsuz da bir şəkildə əvəzi çıxılacaq da elədikləri bu şeylərin. Siz eləməsəniz də evrən bir şəkildə ondan onu alacaq. O heç düzdür. Necə deyim, təşəkkür edirəm dəyərləndirdiyinizə görə. Yenə də deyirəm, Allah həqiqətən heç kimin əziyyətini yerdə qoymasın. Mənim də pisimə gəlir belə şeyləri görəndə. Hətta baxın, deyirsiniz testləri kopyalamaq falan. Yəni bir şey birinin ağlına gəlir. Məsələn, mənim gecə yatanda bir şey, ayda bu test ağlıma gəldi, maraqlı bir şey olar, götürüm bunu yaradım. Məsələn, özümə də xoş gəlir də. Belə birisi necə bir var pul xəttinə eləyəsən bunu. Bu var sevərək işi görəsən. Bu mənim üçün artıq bir terapi halına gəlib, həqiqətən deyirəm. Sırf mən pul xətrinə eləyim, belə bir şey də yoxdur. Mən sevərək işimi görmək istəyirəm. Onsuz da o gördü, yəni ki, o sizi üzməsin də. Yəni, məncə, siz əksinə sevinin ki, siz məncə bu sahədə yeni bir cığır, yeni bir yol açmışsınız. Onsuz da yeni bir şey eləyən adamlar, özü də biz rəssamlar nəsə bir şey eləyirsə, digərləri onu kopyalayır. Məsələn, impressionizm, birdən-bir impressionizm olmur da. Claude Monet onu kəşf eləməsəydi, o Renoir da ondan çəkməzdi. Bir şəkildə motivasiya oldu müəllimə. Təşəkkürlər. Yəni sizi tanıyan bilir ki, o sizdir. Məsələn, testləri görənlər, artıq İlker müəllimə kimi testlər hazırlayırlar. Nə qəşəng. Və mən məsələn, bir də ki, sizdə onda belə bir şey olacaq ki, kalite söhbəti var. Sizi seçən, məsələn, mən niyə sizdən öyrənən birisindən gedib öyrənim? Elə sizin özünüzdən öyrənərəm də. Yəni, əgər öz işimə, öz sənətimə, özümə dəyər verirəmsə. Bir kəlmə mən deyim. Bax, biz bu imtahanlardan, bu testdən istifadə edib özümüzə ömürlük çörək pulu qazanırıq. Buna niyə haram qataq ki? Mənə bu dənə bu çatmır. Bəli. O insanın vicdansızlığından asılıdır. Yəni, onu nə qədər desək də, onu eləyən adam onsuz da onu göz alıb edir də. Mən dediklərim sadəcə Ülker müəllimə ona görə hisslər. Bilirəm, yəni zaten bu sözləri eləmək də o insanın vicdanına da toxunmur. Çünki bu şeylər ona əgər o təsir etsəydi, onu etməzdi. Əgər edirsə, bunu elə bunu göz alıb edir də. Amma düzgünlükdə də danışmasın. Söz demək istəyirəm. Yəni ki, burada tərif kimi çıxmasın. Ülker müəllimə, sizin düzdür, testlərinizi paylaşa bilərlər, ancaq sizin dərsli xəttinizi gedə bilməyəcəklər. Mənim özüm bilirsiniz ki, həqiqətən o qədər o sözlər mənim yadıma, belə gülümsüyürdüm, o sizin açar sözləriniz. Yəni, valla sizin dərsli xəttinizi gedə bilməyəcəklər, testlərinizi paylaşsalar da. Çox sağ olun müəllimə, dəstəyiniz üçün, necə deyim, müəllimə, dəyərləndirdiyiniz ən önəmlisi o halallıq söhbəti var. Yəni, hər işdə o halallıq olmayandan sonra onlar gedib heç bir uğur əldə edə bilməyəcəklər. Bəli, itlaq keçsələr də oradan, yəni necə deyim, nəysə, indi çox xırdalığına getməyə sadəcə bunun mən hansı səviyyədə dəyərləndirirəm, onu demək istədim ki, yenə də xatırlatdım. Amma bundan sonra da heç bu barədə söhbət eləməyəcəm, çünki artıq... Müəllimə, o sizə o testi atan müəllim var. Siz onu qrupdan ayırsanız, o sizə deyəcək kim olub.
Elə ən yaxşısı onu ayır. Çünki o düzgün adam Yox, niyə ayırsın? Çünki onu istəyib deyib də, istəyib deyib. Yox, mən elə görürəm, o ayırsın. Məncə əgər o adamın gecə-gündüz zəhmətini, yəni heçə saya bilib onunla əlbirdirsə, məncə ondan aldığı pulda onu halaldır. Məncə ayırmasın. Çünki başqası bunu görəndə gəlib deməyə bilər. Yarada qalmaq istəyir. Məncə də gəlib onun deməyinə nə ehtiyac var ki? Onsuz da müəllim özü bilir də, yəni. Sadəcə onun deməyinin bir dənə vacib tərəf oydu ki, adamın adını bilərdi, o farəni yakalamaq məsələsi. Onu da deməyəndən sonra onun obisindən fərqi yoxdur məncə. Yəni o nə öz dostuna düzgünlük eləmir, nə bu adama. Deməli o adam özü xarab. Müəllimənin linkini paylaşıb dərsləri satırmışlar. Mən ona qoşmuram. İnansız ilk məhkəməyə qədər gedib belə lap da düz eləyib, əcəb eləyib. 3 dəfə qaldı belə oldu. Keçən dəfə də qrupa göndərmişdim testi, atıblar şeyə. Mənim səs göndərmişdim müəllimə sizin. Bəs 100 manata satdığınız bütün materialları bizə demişlər ki, müəllim 50%-lə, yəni 50 manata satıram da, istəyirsinizsə, deyir. Sonra mən istəmədim ki, yəni o düzgün bir şey deyil. Yəni təsəvvür edin ki, buna artıq qazanc mənbəyi belə çıxaranlar var. Yəni hərdən belə şeyləri görəndə şok vəziyyətə düşürəm ki, bu insanlar necə müəllim olub və müəllim işləyirlər və bizim uşaqlarımız həmin insanlardan dərs alırlar. Nəysə, yəni çox sözlər var danışılasaq, ona görə yekunlaşdıraq inşallah. Bir şey demək istəyirəm. Tip sahəsində çalışan bir yaxınım bildi ki, məsələn hazırlaşıram da, müəllimlə hazırlaşıram, belə adınızı falan soruşdu. Mən də maraqlı gəldi ki, niyə soruşur da. Dedi ki, bizdə bir qadın var, tip sahəsində çalışır. Yəni müəllimliklə ümumiyyətlə əlaqəsi yoxdur. Deyir, bir qadın var, o dedi ki, gəl belə asan bir yol var. Müəllimlərin deməli testlərini kopyalayırıq, sadəcə hazır materiallardır da. Ucuz qiymətə satırıq. Bunu biznesə çevirmiş insanlar var, yəni düşünün. Yaradıcı adam var da nə istəyir. Keçən tanımadığım qrupdan tanımadığım bir müəllimə mənə yazdı ki, Mahir müəllimin dərslərini, Kurikul müəllimin dərslərini 15 manata satırıq, istəmirsiniz. Bilim siz ciddisiniz həqiqətən. Tanımır mən adam. Nə bilim, Allah kömək olsun, Allah insaf versin, Allah halal ruzi qazanmağı nəsib eləsin elə insanlara. Başqa da nə deyim bilmirəm. Yəni inşallah ki, hər birinizin əziyyəti, heç birinizin əziyyəti yerdə qalmaz. Çox sayılı günlər qalıb imtahana. Allah hər birinizə kömək olsun. Mən də onun içindəki qəşəng belə maraqlı statuslar paylaşım imtahandan sonra. İnşallah. Ən əsas, ən yaxşısı şəxsin özündən almaqdır ki, sabahları testin cavabları olsa da, olmasa da, arxasında da testin cavabı tam A variantı, amma sənin məsələn şərti tam belə düşməmsən də, həmin şəxsin özündən soruşmaq daha gözəldir ki, hansı ki, neçə kimsə sənə ötürüb testi. Axı ötürəməsə bilməyəcəksən məlumatı. Yəni həmişə orijinal özü seçilir də. Bu da problem, halallıq. Şeydən belə deyim də, bir var orijinal olan, bir də var ki, kooperativ. Yəni bilinir də hansı əsas nədir. Hamı da orijinal mal almaq istəyir, düzdürmü? Niyə gedib onun kopyasından istifadə eləsin ki? Oldu inşallah gecəniz. Onlar kitayski mallardır. Siz belə biraz bəndə olmayın. Onlar kitayskidir. Təşəkkürlər, çox sağ olun. İnşallah növbəti dərs görüşərik. İndi bir dənə yeni sınaq göndərəcəm sizə. Bir də 9-cu sinifin sonu. Allah razı olsun məndən. Çox sağ olun. Sağ olun. Yaxşı ki varsınız, yaxşı ki bizi öyrədirsiniz. Müəllimlər, olar bir sual verim. Bəli, müəllim. Midə qeydiyyat bilmirsiniz, başlayır.